böyük alimimiz, Allah rəhmət eləsin, Əbülqasim Xoi, bu da Azərbaycan alimlərindən olub. Əsl yəni, usulu Azərbaycanlı olub. Həm də ki, buna o qədər yəni, dahi insan olub ki, buna Əbül-Fuqaha deyiblər. Fəqihlərin atası. Nəql edirlər, deyir, Nəcəf şəhərində Seyyid Xoy Nəcəf şəhərində yaşayıbdır. Ümumiyyətlə, elmi hövzənin sütunu olub. İndi də onun əsərləri bu günləri elmi hövzələrdə tədris olunur və həqiqətən də zamanəsinin dahisi olub Seyyid Xoy. Seyyid Xoy deyir, Nəcəfdə yaşayıb, amma həftədə bir dəfə cümə axşamları gəlib İmam Hüseynin ziyarətinə. Qulaq asın, bu qissəyə biz belə şeylərdən örnək götürməliyik. Deyir, gəlib həftədə hər cümə axşamı İmam Hüseyni ziyarət eləməyə Kərbala. Yəni, bir Nəcəf Kərbala arası bir 80-90 kilometrdir də. Gəlib ziyarət edib, gedib. Deyir, həmişə İmam Hüseyni ziyarət edəndən sonra onun bir qohumu var idi. Hələ çox da yaxın yox. Uzaqdan qohumu Kərbalada yaşayan bir qohumu var idi. Gələrdi, onun qapısını döyərdi, o çıxardı. O qohumun Seyyid Xoydan xoşu gəlməzdi. Hətta onu qapısında görmək istəməzdi. Qapını açardı, görərdi, məsələn, Seyyid gəlib, yenə sən gəldin, qapını bağlayardı onun üzünə. Seyyid yenə də gedərdi, salam verərdi, ona çıxardı, gedərdi. Onun qulluğunda duran insanlar deyir, mən nə qədər onunla bərabər yaşadım. Hər dəfə Kərbalaya gedəndə yorulmadan hər həftə bu işi görərdi. Gedərdi bu kişinin qapını. Sən təsəvvür elədi, bunu qovur evindən. Axır deyir, günlərin birində bu kişi bezdi. Dedi ki, ay Seyyid, sən necə insansan da, hər həftə görürsən ki, mən qapını açıram, görürəm sən bağlayıram sənin üzvə. Dedi, baxdı mənə, təbəssüm. Deyir, elə bilirsən, mən sənə görə gəlirəm. Səni axtarmaq mənim dinimin əmridir və tələbidir. Mən bunu eləməliyəm. Sabah Allah mənə deyəcək ki, sənin bir qohumun vardı falan yerdə, sən onu axtarmırdın. Görürsünüz, bu bir davranış gör, nə boyda dərs verir bizə ki, biz öz o qurur, mənəmlik, o hissini, duyğunu bəzən sındırmalıyıq. Allaha xatir eləməliyik.